Səhər yeməyinə pendir niyə faydalıdır? Çünki o təkcə kalsium mənbəyi deyil, hamının bildiyi kimi. Kalsium mənbəyi olmaqla yanaşı, sümükləri, dişləri möhkəmləndirməklə yanaşı, həm də bizim sinir sistemimizi möhkəmləndirir, yaddaşı gücləndirir. Onun içərisində orqanizmdə maddələr mübadiləsinin normal getməsi üçün, bilirsiniz də, maddələr mübadiləsi həyat deməkdir. Bütün orqanizmimiz maddələr mübadiləsindən asılıdır, yəni. Maddələr mübadiləsinin normal getməsi üçün pendirin tərkibində kifayət qədər mineral maddələr, vitaminlər, zülal və ümumiyyətlə sizin üçün, orqanizminiz üçün tələb olunan bir çox şey var. Hansı ki, biz pendir yeyəndə artıq səhər-səhər biz sağlam qəlyanaltı etmiş oluruq, sağlam səhər yeməyi etmiş oluruq.